polkovnik, leytenant Azer Abbasəliyevə söz verim. Alqışlarınızla. Buyursun bura qardaşımız. Əvvəla şəhid anası bayaq qeyd etdi ki, biz sizə minnətdarıq ki, toplanmışsınız bura. Qəhrəman anamız, biz sizə minnətdarıq. Biz şəhid analarına minnətdarıq. Onlar qəhrəman böyüdüblər. Biz sizin əllərinizdən öpürük. Şəhid anaları. Bayaq çıxışda gördünüzmü? Mən alnınızdan öpürəm sizi. 10 övladım olsa, onun da qurban verərdim, onun da göndərərdim. Var olasın. Mən kövrəldim orada. Bax, biz onun üçün qələbə çaldıq. Biz ona görə qələbə çaldıq ki, həqiqətən, baxın bir şəhidlərə, bax, bütün kəndlərə gedirsiniz, rayonlara gedirsiniz. Baxın görün, hər birinin üzərindən, gözlərindən, üzlərindən nur yağır. Bu aksiyoma deyil, bu həqiqətdir. Bunlar seçilmişlərdir. Bunlar hamısı cənnətdədir. Hamısı. Onların məkanı həqiqətən də cənnətdir. Doğrudan da bugün bax, bu qüruru, başımızın dik olmasını həqiqətən buna görə biz məhz həqiqətən şəhidlərimizə, döyüş iştirakçılarımıza, hal-hazırda döyüşənlərimizə, qazilərimizə hər birinə borcluyuq. Ancaq şəhidlərin qarşısında onlar tarixin möcüzələri odur ki, insanlar tarixə düşür. Onlar əbədiyyətə düşür. Onlar əbədi qəlblərdə yaşayır. Gəlin düz danışaq. İnsan öləndən sonra, bir müddətdən sonra yaddan çıxır. Amma yox, şəhid görürsünüzmü? Görürsünüzmü? Bax, bunu eləyən Allahımızdır. Bunu eləyən onların qəhrəmanlıqlarıdır. Mən qəhrəman, bütün təkrarən deyirəm, o qəhrəman böyüdən anaların əllərindən öpürəm. Qəhrəman atalarımızın alnından öpürəm ki, alnımızı açıq elədi. Bəli, bayaq qeyd etdi anamız, qəhrəman anamız. Deyir ki, mənim oğlum sərkərdədir. Sərkərdədir. Bir komandir, bir tabiçiyində olan şəxsiyyəti döyüşə aparır. O, onun hamısına cavabdehdir. Mən bir döyüşçüyəm. Mən döyüşümə cavabdeyəm. Ancaq o sərkərdədir ki, onlara aparır. O döyüşü qələbə ilə başa vurur. Başda Ali Başkomandanımız həqiqətən olmaq şərti ilə, bax, bu döyüşdə qorxmaz. Ali Başkomandanımız həqiqətən qorxmaz sərkərdədir. Bütün şəhidlərimiz qorxmaz sərkərdədir. Mən fəxr eləyirəm. Sizlərlə bağanalarım. Sizlərlə mən o şəhid valideynləri. Siz böyütdünüz bunları. Siz bax bunu qələbəni yaşatdınız. Hər birinizin qarşısında baş əyirəm şəhidlərimiz. Bir daha deyirəm. Var olsun dövlətimiz. Var olsun Ali Başkomandanımız ki, qorxmadı, dayandırmadı döyüşü. O da oldu, biləsiniz. Var olsun bizim dövlətimiz. Hər birinizə minnətdaram. İcazə verin. Mən çox xahiş edirəm. Şəhid anamızın əlini öpmək istəyirəm. Bu mənim üçün qürurdur. Mən bunu Ataşehdə də demişəm. Orada da şəhid anasının əlindən öpdüm. Və ona yalvardım. Bu mənim üçün şərəfdir. Bu mənim üçün qürurdur. Anam, bu əllər Cavidan qəhrəmanımızı böyüdür. Baş əyirəm. Var olasınız. Ha, içəri deyir, sağ olun.